Heç kəs demir ki, bu günləri bütün fəxri adları biz ləğv eləyək və bununla da vidalaşaq. Bu təbii bir proses olmalıdır. Siz mənə deyə bilərsiniz, hansı digər ölkələrdə bu günləri fəxri adlar var? Yalnız keçmiş Sovet İttifaqının müqabilində olan bəzi ölkələrdə xalq sənətçisi kimi, amma burada xalq artisti, xalq rəssamı orada fərqləndirmir. Xalq sənətçi kimi adlar və daha çox bu rəsmi olaraq yox, xalqın tərəfindən təqdim olunmuş bir hörmət əlaməti olan bir ifadələrdir və adlardır. Yəqin ki, bizdə də müəyyən bir vaxt keçəcək. İnsanlar artıq hər insanın əməyini onun digər formalarla, yəni qiymətləndirilməsi ərsəyə gələcəkdir. Və o vaxtı bu adlar yəqin ki, artıq sükuta uğrayacaq. Amma biz bugün buna hazır deyilik. Mənə elə gəlir ki, bugün mədəniyyətdə bu adların olması, onları təqdim olunması, insanların fəxrləndirilməsi, onların yəni cəmiyyətdə seçilməsi üçün müəyyən bir böyük bir vasitədir və bu vasitənin yəni tədricən formasının dəyişdirilməsi haqqında söhbət gedir.